Çox bəyənərək aldığın, amma hələ də geyinmədiyin o geyim. Səncə onu geyinməyin vaxtı nə vaxtdır? Bu çoxumuzun elədiyimiz bir şeydir. Səbəbi nədir bunun? Bir çox səbəbi var. Bəhanələrlə qarışdıraraqdan biz bu gün hələ də istifadəni gecikdiririk onlardan. Birinci əsas səbəbimiz layiq görməməkdir özünü. İndi fikirləşə bilərsən ki, əgər özümə layiq görməsəydim, onu almazdım. Yəni o qədər pul verdim, onu aldım da. Əgər özünü layiq görmüş olsaydın, aldığın geyim orada qalmazdı. Hansısa bir zamanın gəlib çatacağını gözləməzdin. Layiq görmək, almaq deyil, istifadə eləməkdə aldığını. Keçirik ikinci səbəbimizə. İkinci səbəbi təbii ki, qıtlıq bilincidir. Nə vaxtsa qəşəng bir, möhtəşəm bir gün gələr, mən də başqa bir şey tapmaram geyinməyə. Yəni ki, bu mənim ən möhtəşəmimdir, ən möhtəşəm gün üçün qalmalıdır. Yəni bu günü gözəlləşdirməyi əsla düşünmürük. İşin içərisində əsla proses yoxdur. Biz həmişə gözləməyə və ümidə fokusluyuq. Gözəl olan heç nəyə layiq deyiləm. Mən onları sadəcə kənardan izləməliyəm. Kənardan izləməkdən alınan zövq, o prosesin içərisində olmaqdan alınan zövqdən daha yaxşıdır və davamlıdır. Proses çünki baş verəndə sən fikirləşirsən ki, indi xoşbəxt oldum. Sonra, indi yaxşı hiss elədim. Sonra ona görə biz onu əlçatmaz bir yerə qoyuruq ki, aha, var, durur orada. Nə vaxtsa məni xoşbəxt edəcək deyərəkdən ertələyək. Yəni bu həmişəki ertələmə halımızdır. Yeni aldığın, heç vaxt geyinmədiyin o geyimi elə bu gün geyin. Aldığın amma heç istifadə eləmədiyin, ehtiyacın olsa da ertələdiyin o əşyanı elə bu gün istifadə elə. Çünki bu sənin özünə dəyərinin başlanğıcı olacaq.